Animasiya hərəkətli təsvir sənəti deyil, hərəkətləri təsvir etmək sənətidir. Əslində hər birimizin içərisində bir uşaq gizlənir və o şıltaq, canlı, hərəkətli uşaq real həyat çətinliklərindən uzaq yaşamaq istəyir. Yəqin buna görə də hələ böyüməmsən ifadəsi təkcə uşaqlar yox, elə böyüklər üçün də işlənir. Bugün Rənglərin Səsində animasiyadan danışırıq. Animasiya təkcə uşaqlar üçündürmü? Əlbəttə ki, yox. Latın dilindən tərcümədə canlandırma demək olan animasiyanın tarixi ənənəvi cizgi filmindən modern animasiyaya qədər inkişaf edən 100 ildən artıq mədəni bir təkamüldür. Animasiya hərəkətsiz şəkillərin ardıcıl və sürətli göstərilməsi ilə hərəkət təsiri yaradan bir sənətdir. İnsan gözü bu şəkilləri bir bütöv kimi qəbul etdiyi üçün biz onları canlı hərəkət kimi görürük. Bu ideya ilk dəfə 19-cu əsrdə yaranıb və sadə mexaniki alətlərlə həyata keçirilirdi. Təxmini 6 ildir ki, bu sahədəyəm. 3 il professional olaraq, 3 il həvəskar olaraq Fredizm animasiya şirkətində həm rəssam olaraq, həm də animator olaraq işləyirəm. Kiçik yaşlardan başlamışam rəsm çəkməyə. Həvəsim bu formada başladı. Sonradan artıq animasiyaya hərəkət elətdirmək istədim çəkdiyim rəsmləri. Bununla da bərabər proqramlar öyrənməyə başladım. Animasiya Azərbaycanda 1933-cü ildə yaranıb. O dövrdə Azərbaycan Film Institusiyası tərəfindən cizgi əsasında bir sıra təcrübələr aparmışdı. Həmin dövrdə texniki imkanlar məhdud olsa da, amma animasiya maraq böyük idi. Bir ilə yaxın bir müddət animasiya ilə sırf məşğulam. Bundan əlavə daha çox editing, videoların daha çox editlə yığılmağı ilə maraqlanıram. Amma əsas işimiz əlbəttə ki, 2D animasiyalardır və onların bir növ süjet xətti ilə tərtib olunmasıdır. Ən mürəkkəb animasiya tam animasiyadır. İstənilən animasiya iki xarakterin hərəkət etdiyi fondan ibarətdir. Arxa plan hərəkətsiz olduğu halda personajlar hərəkət edir. Daha sonra fon dəyişir və digər xarakterlər hərəkət etməyə başlayır. ...1960-80-cı illərdə animasiya cizgi filmi kimi yox, sənət kimi qəbul olunmağa başladı. Həmin dövrdə milli nağıllar, uşaq ədəbiyyatı, folklor animasiyaya gətirildi. Musiqiyə, rəssamlığa maraq daha da artdı. Animasiya təkcə uşaqlar üçün yox, böyüklər üçün də maraqlı olmağa başlamışdı. O dövrlərdə animasiya müasir dövrdəki kimi kompüterlər deyil. Yəni tamamilə hərəkətlər, kadrlar əl ilə çəkilərdi. Bütün hərəkətlər, şəkillər rəssam tərəfindən çəkilib, plyonka üzərində boya ilə rənglənib, kamera ilə şəkillər çəkilib film plyonkasına köçürülərdi. Və bu çox vaxt alardı və böyük komandada tələb olunurdu. Fransız rəssam Emil Kol kinematografiyada karyerasına başlayanda fərqlənməyi bacardı. 1907-ci ildə Yaponiya Dumanda qısametrajlı filmində o, ilk dəfə hərəkət illüziyası yaradan animasiya texnikasından istifadə etdi. Bir il sonra isə qısametrajlı Fantasmagoriya ənənəvi animasiya texnikalarından istifadə edən ilk cizgi filmi kimi tarixə düşdü. Fransız Emil Reynaud ilk və əsl animator hesab edilir. O, hərəkətli rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz proksinoskop aparatı icad etdi.
1892-ci ildə Reno özünə məxsus attraksion optik teatr yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir. İlk animasiyalar əl ilə çəkilib, rənglənmiş 15 dəqiqəlik davam edən pantomimlər idi. Reno rəsmlərlə yanaşı fotoşəkillərdən də istifadə olunduğu filmlər yaradırdı. Xəyallar gerçəkləşir, əgər onların ardınca getməyə cəsarətin varsa. Zaman keçdikcə animasiya kinematografiyanın bir hissəsinə çevrilərək kino janrlarından biri kimi öz yerini tutdu. Animasiyaların hazırlanması üçün kino çəkən aparatlardan istifadə edilirdi. Amma müasir dövrdə kompüter texnologiyasından istifadə olunur. Kompüter texnologiyasında personajlar kompüter proqramları vasitəsilə hazırlanır. Animator sadəcə hərəkətlərini verir. Yəni rəngdir, işıqdır, vizual effektləri proqram vasitəsilə etmək olur. Yəni buna da vaxt az tələb olunur və qısa zaman ərzində kiçik komanda ilə böyük layihələr etmək mümkündür. Animasiyanın təməli rəsmdən başlayır. Personajlar, ətrafı, personajların dünyası, onların keçirəcəyi hisslər bəzən elə ola bilər ki, məsələn, personajda səs olmasın. Bunları rənglərlə, ətrafındakı dünyanın rəngləri ilə bəlli etməyə çalışırıq. Personajın ruh halını da onunla bəlli etməyə çalışırıq. Həmçinin personajı hazırladıqda hər bir qismi detallı olaraq daha professional şəkildə hazırlanır. Bunu izləyən izləyici də orada nə demək istədiyini, animasiyanın bizə nə demək istədiyini, yəni o rahat başa düşsün deyə. Bizim iş prinsipimiz belədir. Rəssam bizə hazır səhnələri çəkib verir və biz onun üzərindən başlayırıq artıq animasiya hazırlamağa. Məsəl üçün, bir personajın əgər biz gəzdirmək istəyiriksə, burada ilk öncə onun hissələrinə fikir verməliyik. Məsəl üçün, ayaq hissəsi hissədən ibarət olmalıdır ki, biz onu rahat gəzdirə bilək. Senari hazırlanır və bu senari üzərindən səslənmə olunur və biz bu səslənməyə uyğun başlayaraq artıq səhnələr hazırlamağa. Təsvirlər ardıcıllığı ilə yaradılmış hərəkət illüziyası animasiyanın digər sənət növlərinə nisbətdə əsas üstünlüklərindən biridir. Animasiya qələm götürüb düz, mükəmməl bir xətt çəkməkdən ibarət deyil. Animasiya içinizdə gizlənmiş o xətti tapmağa çalışmaqdır. Qələm götürəndə yalnız ağlını, təfəkkürünü işlədirsənsə, nəticə uğurlu olmayacaq. Əsas ruhu ifadə edən o xətti tapmaqdır. İki də ümumiyyətlə en və uzun hissələrə bölünür və bizə sadəcə vizual olaraq göz önümüzdə düz xətt olaraq görsənir. Müasir dövrdə After Effects proqramı ilə 2D animasiyalar yığılır və hal-hazırda After Effects-in də təbii ki alternativ variantları var, DaVinci Resolve kimi, yaxud başqa proqramlar kimi. Amma əsasən bizim şirkətdə, bizdə After Effects proqramı və ümumi dünyada da After Effects proqramı daha çox işlənir. Müasir dövrdə süni intellekt dövrüdür. Süni intellektlə də animasiyalar yaratmaq mümkündür. Həm 2D, həm 3D animasiyalar yaratmaq mümkündür. Sadəcə düzgün planlama, düzgün kodlarla qısa bir zaman ərzində cizgi filmləri, 3D animasiyalar yaratmaq mümkündür. Həm də çox az vəsait tələb olunur. 3D texnikasında yaranan ilk cizgi filmi 1984-cü ildə Andre və Wall-E arının sərgüzəştləri idi. Bu, qısa metrajlı cizgi filmi düz səthlidən 3 ölçüyə keçid yolunda ilk nümunə oldu. Son dönəmlərə baxdıqda ümumiyyətlə 3D-nin daha çox belə deyək, trenddə olduğunu görürük, gündəmdə olduğunu görürük. Buna görə 2D daha çox belə geri plana düşüb, amma hal-hazırda da yenə də 2D-yə tələbat, misal üçün müəyyən reklam çarxlarında reklam postlarının hazırlanmağını yenə də 2D-nin effektini hiss eləyə bilirik. 2D-yə marağın olduğunu görürük. 3D-yə qaldıqda isə ümumiyyətlə filmlərdən səhnələr götürəndə necə son 20 ildə inkişaf etdiyini görürük. Son 5 ildə ümumiyyətlə süni intellektin necə inkişaf elətdiyini görürük və düşünürəm ki, süni intellektlə yaxın 5 ildə 3D yaxud 2D-nin bir-biri ilə bir növ
sinxronizasiya yaratması çox böyük bir proyektlər gətirəcək və yaxın müddətdə düşünürəm ki, artıq filmlər də rahat bir şəkildə süni intellektə yığılacaq. Fransız kinorejissor və kinotənqidçi Jean-Luc Godard deyirdi: kino mexaniki bir mühitdir. Qismən oyundur, illüziya oyunu. Texnika dəyişir, kino da dəyişəcək. Nə vaxtsa kompüterdə yaradılacaq. Bəli, doğrudan da texnologiya əsri bu sözlərin həqiqi uzaqgörənliklə deyildiyini sübut etdi. Mən xoşlayıram biraz belə dolğun rəngləri, solğun yox, daha dolğun rəngləri xoşlayıram. Ona görə o animasiyada da daha dolğun rənglərdən istifadə eləmişdik. Uşaqlar üçün də hazırladığımız bir animasiyalar idi. Animasiyada istifadə etdiyimiz məsələn uşaqları daha çox cəlb edən orada olan rənglərdir, sonra effektlər, əlavə olaraq məsələn bir personaj varsa oyuncaqlar olsun, rənglər olsun, oyuncaqların hərəkəti olsun, danışıq, səsləndirməsi bəzən elə olur ki, onlar da olur. Yəni onlar daha çox cəlb edir onları. Uşaqlara yaxşılıq etməyin ən gözəl vasitəsi onları xoşbəxt etməkdir. Özümüzün uşaq vaxtı böyüdüyümüz animasiyalar olub, hansı ki multifilmlər biz baxmışıq, izləmişik. Biri elə misal üçün Tom Jerry. Onların hamısı 2D şəklində yığılıb əslində. Sadəcə indiki müasir dövrdə o cür proqramla sırf rəssam dəstək xəttinə ehtiyac qalmadan artıq yeni texnologiyalar sayəsində biz rahat şəkildə o multifilmləri yığa bilirik. Süni intellektdə bəlkə o detalları istədiyimiz qədər verə bilməyəcək, yaxud istədiyimiz qədər canlandıra bilməyəcək, hansı ki onu rəssam canlandıra bilir. Ümumiyyətlə rəssam rəsmini çəkəndə öz hissindən, öz ruhundan bir toxunuşlar verə bilir ora və əlbəttə ki, bu adi bizim gördüyümüz şəkildən daha çox fərqlənir. Çünki tarix boyu ümumiyyətlə rəssamlara baxanda rəssamların çəkdiyi rəsmlərdən daha çox həyatının gedişatında çəkilən rəsmləri hiss edirik. Yəni onun ötürdüyü hissləri daha çox hiss edirik. Yəni bu da əlbəttə ki, animasiyaya çox təsir edir. 2D animasiyanın 3D animasiyanın fərqi ondadır ki, 2D-də ən uzunluq və dərinlik yoxdur. Amma 3D animasiyalarda ən uzunluq və dərinlik var. 2D animasiyalarda kameranın hərəkəti məhduddur. Amma 3D animasiyalarda kameranın hərəkəti məhdud yoxdur, qoyulmur. Yəni sərbəst hərəkət etdirmək mümkündür. Və görüntü bunların arasında bir də görüntü estetikasında da fərq var. Həm böyüklər də izləyə bilər, həm uşaqlar da izləyə bilər. Düzdür, uşaqlar üçün animasiyanın öz mövzuları var təbii ki. 1908-ci ildə Emil Kolun Fantasmagoriyası ilə başlayan animasiya 1920-ci illərdə Disney ilə səsə qovuşdu. O vaxta qədər bütün animasiyalar səssiz idi. Geniş ekranda stereo səs ilk dəfə Walt Disney-in fantaziyasında görünür. Walt Disney üçün animasiya sadəcə cizgi filmləri çəkməkdən ibarət deyildi. O öz yaradıcılığını sənət hesab edirdi. Baxmayaraq ki, onun dövründə animasiya ikinci dərəcəli janr idi. Yeganə məqsədi tamaşaçını güldürmək olan qısa çarxlar. Möhkəm xarakteri, istedad və intuisiyası sayəsində o, cizgi filmini yeni bir səviyyəyə qaldırdı. Animasiyaya yüksək standart və dəqiq qaydalar gətirdi. İlk animasiya filmi Amerikalı karikaturaçı və animator Winsor McCay 1906-cı ildə yaradıb. Amerikalı rejissor Disney animasiya aləmində əsl çevriliş yaratdı. O ilk dəfə animasiyada səs və rəngdən istifadə edirdi. Onun filmləri və qəhrəmanları xüsusilə Mickey Mouse nəinki ən müxtəlif yaşlı tamaşaçının qəlbini fəth etdi, həm də onun
filmlərinin təsvir üslubunu təqlid etməyə başlandı. Disney studiyası öz fəaliyyətinə görə 12 Oskar mükafatına layiq görülür. Bir animasiya hazırlamışdıq biz. O tamamilə düzdür, müasir dövrdə olsaq da, amma həvəskar bir rəssam tərəfindən kağız üzərində karandaşla çəkilmişdi və həmin şəkilləri biz kompüterə köçürüb ona animasiya vermişdim mən və həmin qısa bir animasiya idi, təbiəti qoruyaq belə bir animasiya idi və o animasiya düzdür, mükafat da almışdı. O mənim üçün çox maraqlı işlərimdən biri idi. Bugünün kiçik qızları sabahın ekoloji liderləridir. Onların hər biri dünyanı dəyişməyə qadirdir. Uşaqlar bizim və planetimizin gələcəyidir. Qızlar iqlim naminə. Hər addım planetin sabahı üçün önəmlidir. İndi real daha çox uşağa bənzər bir personaj hazırlanır. Onun üzərində nəsə bir fikir yürüdülür, bildirilir. Amma keçmişdə daha çox belə uşağı cəlb edən tipdədir. Məsələn, Qoğal var idi. Onu da animasiya etmişdilər, keçmişdə mənim yadımda qalanlar. Bir də Tıq-Tıq xanım var idi. O kişiləri daha çox cəlb edir. Həm də mesajı daha yumşaq şəkildə ötürmüş olur. Animasiya bir şeyi düşündüyün, yəni xəyal etdiyin nəyisə canlandırmaqdır. Məsələn, onun üzərindən artıq eskizlərini çəkib, rəssam onun üzərindən, yəni rənglə illüstratorda işləyir. Yəni vektor formatına salınır, ondan sonra animatora verir və animator bunu canlandırır, hərəkətə gətirir. Nəyə görə insanı ümumiyyətlə animasiya xoşbəxt edir? Məncə sadəcə biz uşaq vaxtı o qədər animasiya görmüşük və uşaq vaxtı animasiya görəndə necə televizorun qabağına qaçmışıq, necə maraq oyatmışıqsa özümüzdə. Bir növ indi də biz animasiyaya baxan, uşaqlıqda keçirdiyimiz hissləri xatırlayıb təzədən o xoşbəxtliyi yaşaya bilirik. Animasiya şuuraltını canlandırmaq, məntiq və mükəmməl xəttlərdən kənara çıxan dünyalar yaratmaq sənətidir. Biz istəsək də, istəməsək də təbii fitrətimiz ruhumuzu danışdıran nəsnələrə ehtiyac duyur. Ruhumuzu danışdıraq ki, rənglərin səsi ortaya çıxsın. Sonda Parley Game mağazasına təşəkkürümüzü bildiririk. Gələn görüşlərə dək.